Qız övladları atanın könül sirdaşı, evinin ünsiyyəti və qəlbinin sevincidir. Qız övladı atasının qəlbinə xüsusilə yaxındır. Dünyada ona sirdaş və təsəlli, ahirətdə isə Allahın izni ilə cəhənnəm oduna qarşı sipərdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur, kimin 3 qız övladı olar, onlara səbr edər, onları imkanından yedirər, içirər və geyindirərsə, həmin qızlar qiyamət günü onun üçün cəhənnəm oduna qarşı bir sipər olarlar. Allah Resulü sallallahu aleyhi və səlləm özü də qızlarına qarşı son dərəcə şəfqətli idi. Qızı Fatimə, Allah ondan razı olsun, onun yanına gəldikdə Peyğəmbərimiz onu böyük sevgi ilə qarşılayar, ayağa qalxıb, əlindən tutub, öpüb və öz yerində otuzdurardı. Onunla söhbət edər, ona diqqətlə qulaq asıb və ata məhəbbətini ona hiss etdirərdi. Bu bizə göstərir ki, qız övladı yük deyil, Allahın bəxş etdiyi böyük bir nemətdir. Onu sevgi ilə böyütmək, qayğısına qalmaq, gözəl tərbiyə vermək və qəlbini incitməmək ata-ananın ən qiymətli əməllərindəndir. Necə də gözəl deyilib, qız övladı olmayan ev, yaşıllığı olmayan torpaq kimidir.